Niyə biz hər halda Allahdan razı olmalıyıq? Bunun nəzəri əsasları hansıdır? Niyə görə? Şad halımızda Allahdan razı olmağımız təbiidir, keyfimiz kök olan vaxt. Amma çətinliklərdə necə eləyək Allahdan razı olaq? Bu çox çətin məsələdir. Çətinlikdə Allahdan razı olmaq çox çətindir. Çünki adı üstündədir, çətinlik deyirik. Çətinlik özü çətindir, çətinlikdə Allahdan razı olmaq daha çətindir. Biz bu mövzunu aydınlaşdırmaq üçün bir mövzuya yenidən qayıtmalı olacağıq. Yaddaşınızı təzələməyinizi istəyirəm sizdən. Ramazan ayında məsciddə olanlar o mövzuda söhbətlərimizi dinləyiblər, eşidiblər. Ramazan ayının mövzusunu xatırlayırsınız yəqin ki, nəfslə mübarizə mövzusuydu. Razılıq haqqında danışarkən də yenidən bu mövzuya qayıtmalıyıq. Qayıtmasaq mümkün deyil. Ona görə də bu neçə dəqiqədə sizin sadəcə yaddaşınızı təzələmək istəyirəm ki, razılıq mövzusuna gəlib çıxa bilək. Xatırlayırsınızsa biz əsas suallardan birini vermişdik Ramazan ayında ki, biz dünyaya niyə gəlmişik? Yaxşı adam olmaq üçün xeyr. Dünyaya yaxşı adam olmaq üçün gəlməmişik. Yaxşı adam olmaq az işdir. Mələklər var. Əgər yaxşı varlıq olmaqdırsa məqsəd, mələklər yaxşıdır, müsbətdir. Allah bir varlıq yaratmaq istədi ki, bütün varlıqların içində Allahdan ən çox bu ləzzət alsın. Allahın varlığından ən çox bu faydalansın. Allah elə bir varlıq yaratmaq istədi ki, özü könüllü şəkildə Allaha tərəf hərəkət eləsin. Kimin Allaha tərəf hərəkəti daha dəyərlidir, daha qiymətlidir? Elə bir mövcud ki, qəlbinin bir hissəsi Allahdan qeyrisini istəsin, bir hissəsi Allah istəsin. Qəlbi iki yerə bölünsün. Bir hissəsi başqa şey istəsin, bir hissəsi Allah istəsin. Bir hissəsi başqa tərəfə çəksin, bir hissəsi Allaha tərəf çəksin. Allaha tərəf bu hərəkətdə, bu çəkişmədə qəlbinin bir hissəsi digər hissəsinə qələbə çalsın və bu Allaha doğru getsin. Allah belə bir varlıq yaratmaq istədi. Bu hərəkət çox qiymətlidir, ən qiymətli hərəkətdir. Çünki qəlb iki yerə bölünüb, qəlbin bir hissəsi deyir Allaha tərəf getmə, başqa səmtə yönəldir. Bir hissəsi Allaha tərəf yönəldir. Bu çəkişmə maraqlıdır, bu çəkişmə mühümdür. Biz niyə yaranmışıq? Sözün qısası, biz niyə yaranmışıq? Qəlbimizin bir hissəsi bizi başqa səmtə yönəltsin. Biz qələbə çalaq, Allaha tərəf gedək və bu çəkişmədə əziyyət çəkək. Bu bizim yaradılış fəlsəfəmiz. Bu çəkişmədə əzab, əziyyət çəkək. Biz əgər əziyyət çəkməsəydik, mələk olardıq. Mələklər əziyyət çəkmir. Bizim yeganə həyatda istəyimiz Allaha ibadət eləmək olsaydı, ancaq bir istəyimiz olsaydı, onda biz mələk olardıq. Mələklərlə eyni dərəcədə olardıq. Bir alim deyir ki, ərki çatırda cəmaata belə danışa bilir. Deyir, gəlib məndən soruşurlar ki, mən neyniyim ki, namaz mənim üçün asan olsun. Mən də deyir, cavab verirəm, adam deyirsən. Deyir, axı bunun mənim adamlığımla nə əlaqəsi? İstəyirəm, namaz mənim üçün asan olsun. Mən də deyir, ona cavab verirəm ki, əgər adamsansa, namaz sənin üçün çətin olmalıdır. Mələk olsaydın, asan olardı. İnsansansa, adamsansa, adamın xüsusiyyəti budur ki, ibadət eləmək onun üçün çətin olsun. Mələklər necədir? Nəfəs almaq istəyir, zikir deyir, Subhanallah deyir. Maniyə yoxdur qarşıda. Başqa bir istəyi yoxdur, yeganə istəyi budur. Zikir deyir, keyf eləyir və salam. Başqa bir meyil yoxdur içində.
Balıq necə suda, mələklər də zikirlə yaşayırlar. Onların ağırlıq, çətinlik yoxdur. İbadət onlar üçün çox asandır. Çünki maniyə yoxdur, başqa bir istək yoxdur. Amma adamdırsa, gərək qəlbi getsin tükana, bazara, ora, bura. Bu qəlbini zorla gətirsin, Allaha yönəltsin. Maraq bundadır, çətinlik bundadır. Qəlb başqa səmtə uçsun, getsin, bu zorla qəlbini Allaha yönəltsin. Bu çəkişmə maraqlıdır, bu çəkişmə insanı böyüdür, ruhunu genişləndirir. İnsan ona görə insandır ki, onun daxilində bu çəkişmə var. İnsanın dəyəri bundadır, yoxsa insan mələk olardı. Biz niyə yaranmışıq? Yenə bu sual verirəm. Biz yaranmışıq ki, zəhmətlə Allaha tərəf gedək, əziyyətlə Allaha tərəf gedək. Zəhmətsiz başqaları gedir Allaha tərəf. Allah bir varlıq yaradıb ki, ona tərəf əziyyətlə getsin. Mən necə eləyim ki, namazı çox rahat qılım, gecə namazı qılım. Əgər istəyirsənsə namazı rahat qılasan, mələk ol, o da mümkün deyil. İnsansansa çətindir, çətin olmalıdır. İnsan yaranıb bir hissəsi ilə mübarizə aparsın. Qəlbinin bir hissəsi digər hissəsi ilə mübarizə aparsın və bu çətindir, çətindir. Allah da Quranda bu çətinlik haqqında danışıb. Bu ayəni bəlkə də əzbər bilirsiniz, çünki Ramazan ayı boyunca bu ayəni təkrar dedim. Ya eyyuhəl insan, innəkə kadihun ilə rabbikə kadhan fəmülaqih. Ey insan, Rəbbinə doğru çətin və keşməkeşli yol gedirsən, axırda onunla görüşəcəksən. Yol çətin yoldur. Allah əvvəldən bizi arxain eləyir, ya deyim bəlkə də nigaran eləyir, bilmirəm. Yaradan özü açıq bəyan eləyir. Bəyan eləyir ki, bu yol çətin yoldur. Dünyaya gəldinsə çətinliklə üzbəüzsən. Axıra qədər də çətindir. Biz öz övladlarımıza nə deyirik? Biz deyirik, inşallah həyatda heç çətinliyin olmaz. İnşallah bütün arzularına çatarsan. Yeni 2016-cı il bütün arzularınıza sizə çatdırsın. Mümkün olmayan dualar eləyirik. Hələ bir insan olmayıb bütün arzularına çatsın. Biz övladlarımıza belə deyirik ki, inşallah çətinlik olmaz. İnşallah yaxşı evin olar, inşallah yaxşı maşının olar, inşallah yaxşı ailən olar. İnşallah həmişə sağlam olarsan. Niyə alladırsan uşağı? Niyə uşaqlıqdan onu alladırsan? Sonra da bir problem qabağa çıxır, həyatında bir problemlə qarşılaşır, deyir, niyə belə oldu? Çünki təsəvvürünü düz formalaşdırmamışıq həyat barədə. Deyir, niyə mənə olmalıdır bu? Bu əvvəldən başa düşsəydi ki, sən-mən fərqi yoxdur. Hamıya belə olacaq, hamı üçün. Niyə mənim başıma gəlir? Bəs kimin başına gəlsin? İnsansansa sənin başına gəlməlidir. Çətinlikdə yaşamalısan. Çətinlik sənin həyatının zati xüsusiyyətidir. Çətinlik sənin həyatının adıdır. Həyatın adı çətinlikdir. Dünya belədir. Hara getsən göy həmin rəngdədir. Ağac həmin ağacdır. Yer həmin yerdir. Bu dünyanın xüsusiyyətidir, xasiyyətidir. İnşallah əziyyət çəkmərik. Yox, elə bir inşallah ola bilməz. Deyək ki, məsələn, inşallah indi axşamdır. Mən deməklə axşam olacaq. İnşallah çətinlik olmaz sözü yalan sözdür, səhv sözdür. Kim desə bilin ki, Allahdır sizi. Ya bilərəkdən, ya bilməyərəkdən. Allah bizi çətinlik üçün yaradıb. Bir ayəni də yaduza salım ki, lap dəqiq bəyan eləyir Allah bu ayədə. Bu ayədə lap açıq deyir. Ləqəd xələqnəl insan fi kəbəd. Biz insanı çətinlikdə yaratdıq. Bu ayədə. Çətinlik həyatın zati xüsusiyyətidir. O tərəfə gedəcək inşallah. Yaxşı yerimiz yaxşı olsa orada bir dənə də çətinlik yoxdur. Allah rəva bilməyəcək ki, bir an çətinlik içində olaq. Allah onu görür, təbii ki görür, özü yaradıb. Odur ki, bizə deyir ki, bu dünyada bu çətinliklərə sinə gəlməlisiniz. Bu həyatın fəlsəfəsidir. Darıxmayın. O yana keçən kimi rahatlıq gəlir, bir günlük, 2 günlük yox. Milyard, yəni sonsuz rahatlıq, sonsuz diclik. Biz niyə yaranmışıq? Xahiş edirəm, gənclərə müraciət edirəm, beyninizə indidən yazın ki, biz çətinlik üçün yaranmışıq. Ki, sabah etiraz olmasın. Biz çətinlik üçün yaranmışıq.
Bizim yaşayış fəlsəfəmiz budur. Mehriban Allah buyurur bunu. Bismillahirrahmanirrahimlə Quran surələrini başlayan Allah. O Allah ki, rəhmətini vəsf eləmək mümkün deyil. Başdan başa rəhmətdir. Həmin Allah buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدْ Biz insanı çətinlikdə yaratdıq. Deməli, bu çətinlik özü rəhmətin təzahürüdür. Deməli, bu çətinlik özü onun mərhəmət sığalıdır bizim başımızın üstündə. Çünki bu çətinliyi görmədən, bu həyatı yaşamadan insan əbədiyyətə çata bilmir. Biz insanı çətinlikdə yaratdıq. İnsanın insanlıq dəyəri bundadır. Siz zaten namaz qılmağı sevsəydiniz, namaz qılmağınıza heç bir maniyə olmasaydı, bu o qədər də dəyərli olmazdı. Sizin namazınız o qədər də qiymətli olmazdı. Qoy mələklər məndən inciməsin. Onlar da bizi eşidirlər, yəqin burada oturublar, dinləyirlər. Onlar bizdən inciməsin, onların xətrinə dəyməyək. Amma onların ibadəti bizim ibadət qədər dəyərli deyil. Onların ibadətinin dəyəri bizim ibadətdən aşağıdır. Çünki maniyə və çətinlik yoxdur ortada. Biz zorla özümüzü məcbur eləməliyik bir müddət Allaha ibadət eləyək. Səhər tezdən yataqdan uça-uça qalxsaydıq ki, məsələn, namaz qılmağım gəlir. Gətirin canamazı, qibləni göstərin. Hər gün belə şövqlə, həvəslə olsaydı biz mələk olardıq. Biz mələk olardıq. Belə olmur. Yuxu ilə mübarizə dəyər verir sənə ki, olursan insan. Qiymət verir olursan insan. İnsan yəni mübarizə, insan yəni çətinlik, insanın dəyəri bundadır, insan yəni əziyyət. Çətinlik iki cür olur. İki cür çətinliyimiz var. Çox terminlərlə, belə deyək, daxil olmaq istəmirəm, adını deyim, izah edeyim. İki cür çətinlik var həyatda, təqdiri və təklifi. Terminoloji baxımdan belə bölgə apara bilərik. Təqdiri çətinliyi və təklifi çətinliyi izah eləyim sadə dildə ki, hamı başa düşsün. Ya istəyirsən bir şey yoxundur. İstəyirsən amma yoxundur. Qəm çəkirsən. 100.000 manat pul istəyirəm. Çox şey istəyirsən, yoxundur. Yaxud da ya istəyirsən yoxundur. Ya istəyirsən yanındadır, Allah deyir əl vurma. Sənin haqqın yoxdur onda. İki cür çətinliyimiz var həyatda. Ya bəzi şeyləri istəyirik, yoxdur, ya istəyirik, var, olmaz ona toxunmaq. Bu iki şey bizdə çətinlik yaradır. Bu iki şey bizdə çətinlik yaradır. Ya istədiyimiz olmur, burada bir adam dursun ayağa desin, nə istəmişəm olub, inanmayın, yoxdur elə bir şey. Olmur. Ya istəyirik, olmur, ya da istəyirik, var, deyir, baxma. Baxmaq haramdır. Olmaz. Hər ikisi də çətindir insan üçün. Gərək razı olasan hər iki halda. Bax, danışdığımız riza məqamı, razılıq məqamı budur. Razılıq məqamı budur. İnsan belədir. Namaz çətindir, bəli. Elə məsələ də çətinliyindədir. Çətindir durub qılasan. Əlbəttə bir gün asanlaşacaq. Bir gün gəlir, elə bir məqama çatırsan ki, namaz asanlaşır, amma bir müddət çətinliyinə dözəndən sonra. Amma namaz asanlaşanda dərd odur ki, başqa bir şey çətin olur. Çətinliksiz olmur. Hərəkət çətindir Allaha doğru. Bu çətinliyə razı olsan, riza məqamındasan. Bu hərəkətin çətinliyinə razı olsun. Pul mənimdir, qazanmışam zəhmətlə. Bir ehtiyaclı adam gəlir məndən pul istəyir, dinimə, əqidəmə pul tələb olunur, verməliyəm. Deyirəm, çətindir, verə bilmirəm. Allah da deyir, ver. Sən də deyirsən, çətindir. Bunun çətinliyinə razı olasan. Haramdan çəkinmək çətindir, bir müddət çəkinirsən, asanlaşır, sonra başqa çətinliklər gəlir. Başlayır müsbət istəklərindən imtihana çəkilməyə insan. İmamların mənfi istəyi var idi, xeyr. İmamlar dünyanı istəyirdilər, xeyr. Sevmirdilər. İmamların bütün istəkləri müsbət idi, ancaq yaxşı şeyləri istəyirdilər. Yaxşı şeylərlə əziyyət olunurdular. Həzrət Əli əleyhissalam xanım Fatimə Zəhranı çox istəyirdi, bəli. Çox istəyirdi. İndi bu müsbət istəyini Allah alır əlindən.
Aparır torpağın altına dəfn eləyir, deyir, la xeyrə bə'dəki fil həyat. Səndən sonra yaşamağın ləzzəti yoxdur, şirinliyi yoxdur, xoşluğu yoxdur, xeyri yoxdur. Alır əlindən. Mənfi istəyi yoxdur, bütün istəkləri müsbətdir, müsbətləri də alır. Müsbətə də çatmır, gərək razı olsun. Məhərrəm ayında uzun neçə illər boyu İmam Hüseynin çətinliklərindən danışdıq. İmam Hüseynin bir dənə də mənfi istəyi yox idi. Amma lazım idi ki, Allah Əli Əkbərini əlindən alsın, baxsın desin, və aləd dünya bə'dəkəl əfa. Səndən sonra kül olsun dünyanın başına. Kim olursansa ol, ləqəd xələqnəl insanə fi kəbət. İmam ol, peyğəmbər ol, günahkar ol, dindar ol, dinsiz ol. İnsan dünyada yaşayırsa çətinliklərlə qarşılaşır. Əgər belədirsə, niyə narahat olsun, niyə əsəbləşsin? Niyə əsəbləşməlidir insan? Adam əsəbləşəndə adamdan soruşarlar ki, bəyəm nə gözləyirdin ki? Nə gözləyirdin? Qaydası budur. Görürsən, adam var, deyinir, əlimin duzu yoxdur. Nə bilim, mən belə-belə misallar çəkir. Kimə yaxşılıq eləyirəm, belə olur. Əvvəldən bilərdin. Əvvəldən bilərdin. Təbəssümlə qarşılayardın. Birinə yaxşılıq eləyəsən, sənə pislik eləyəndə təbəssüm eləyəsən, desən, hə, yenə də yaxşılıq elədim, əvəzində pislik gördüm. Qaydası belədir. Niyə görə depressiyaya düşürsən? Niyə görə məyus olursan? Dünya belədir. Həmişə belə olub. Vəfasız dünyadır. Xəstəlik gəldi sorağıva, xəstələndin. Deyəsən, hə, eşitmişdim, bu da olmalıdır, növbə buna çatdı. İndi xəstələnməliyəm bir müddət. Xəstə olmalıyam. Dua elə sağalmağın üçün. Dərman da al, müalicə ol, amma razı ol. Deyirən, dünya belədir, bir gün xəstə olacam, bir gün birinə yaxşılıq eləyəcəm, əvəzində pislik görəcəm. Bunların hamısına razı olsun. Bax, riza məqamı bu məqamdır. Deyəsən, dünya belədir, bir dəfə başa düşəsən. Dünyanın xüsusiyyəti budur. Həm məndən əvvəlkilər də belə olub, məndən sonrakılar da belə olacaq. Dünya çətindir, düzdür bir qeyd dediyim, deyirlər, günah deyilib, daha da çətinləşdirməyin. Çünki günah elədikcə təbii çətinlikdən çıxır, ağır başqa çətinliklərə düşürsən. Quranda buyurur ki, mən ə'rəzə ən zikri, فَإِنَّ لَهُ مَعِيشَةً زَنْكَ. Kim mənim zikrimdən üst çevirsə, həyatı sıxıntıya düşər. Onsuz da çətin dünya biraz da çətinləşər. Elə bilməyin, günahkarlar keyfdədir. Mən təəccüb edirəm o möminlərə ki, elə bilir günahkarlar keyfdədir. Günah həyatı daha da ağırlaşdırır, acılaşdırır, çətinləşdirir. Amma günah eləsən də, eləməsən də dünyanın qaydası belədir, gərək razı olasan. Söyüş söyməyəsən, ağır söz deməyəsən həyata, bu nə yaşayışdır, bu nə həyatdır, niyə mən belə? Biri gəldi, səni təhqir elədisə, təbəssümlə qarşılayasın. İzzəti qorumaq başqa şey. Amma həyatı biləsən ki, belədir. Bu da olmasa bir başqası gəlib o ağır sözü sənə deməli idi. Mühüm odur ki, sən bu sözü eşitməli idin. Çünki dünyanın qaydası belədir. Mən nəsihət eləməyi sevmirəm. Bu danışdığımı da nəsihət kimi qəbul eləməyin. Çünki mənim nəsihət eləməyə səlahiyyətim yoxdur. Mən bəzi qaydalar var ki, oxuyub sizə başa salmaq istəyirəm, yəni oxumayanlara. Bilənlərə də xatırlatmaq istəyirəm, amma bu nəsihət deyil. Nəsihət eləmək üçün gərək adamın səlahiyyəti olsun. Amma hərdən bir nəsihət eləmək də olarsa əgər, bunu məndən nəsihət kimi qəbul eləyin. Xüsusilə də özümdən gənc insanlara bunu nəsihət eləmək istəyirəm ki, çalışın ki, həyatda bədbin, deyingən, narazı adamlarla oturub durmayın. Çox pis ruhiyyəsi var o insanların. Çox mənfi təsiri var insanda bu dostluğun. Allah elə eləsin ki, dostlarınız, həyat yoldaşınız razı adamlar olsun. Narazı olsa çətindir dözmək. Çox çətindir. Elə adamla yaşamaq çox çətindir. Əlac olmasa gərək dözəsən. Gündə bir ailə dəyişməyəcək ki, insan. Gərək dözəsən. Amma vay o gündən insanın həyat yoldaşı deyingən narazı adam olsun. Gündə oturub durduğun adam hər şeydən narazı adam olsun. Bunun insan ruhunda çox mənfi təsiri var. Yəni, həyatda olacaqlar onsuz da olacaq. Sən razı olasan ya olmayasan.
Razı olmamaqla daha da çətin elirsən öz halını, razı olmaqla Allaha özünü sevdirirsən. Allahın diqqəti, nəzəri, inayəti sənin üzərində olur. Pis vəziyyətlərə, çətin vəziyyətlərə razı olmaqla Allahın xoşu gəlir insanla. Bəziləri də elə başa düşür, sözümü yekunlaşdıracağım, bəziləri də elə başa düşür ki, biz razı olanda həyatımız daha da çətinləşir. Keçən cümə yadınızdadır, bir hədis dedim İmam Həsən əleyhissalamdan, bir daha xatırlayayım. İmam Həsən əleyhissalam buyurur ki, sən razı ol, başına gələn hər şeyə razı ol, mən də zəmanət verirəm ki, Allah dualarını qəbul edəcək. Mövcud vəziyyətə razı ol, istə sonra. Deyirəm, ilahi, razıyam razı olmağına. Amma düzəlsə lap yaxşı olar. Razıyam, şikayət eləmirəm. Səndən şikayətim yoxdur, özümdən şikayətim var ki, mənim tutumum zəifdir, birdən dözmərəm. Onda Allah həll eləyir. Onda Allah tez həll eləyir. Bəziləri pis dua eləyir Allahla. Allaha şikayət eləyə dua eləyir ki, niyə belə oldu Allah, bunun həll elədi, axı dözə bilmirəm, axı filan. Bu cür şəkildə insan gərək dua eləməsin. Zarımasın Allahın yanında. Razılığını ifadə eləsin. Desin, ilahi, razıyam. Razıyam, amma qorxuram, tutumum zəifdir, sonradan razı olmayam, həll elə. Razılığı ifadə elə, dua elə. İmam Həsən əleyhissalam buyurur ki, Allahdan nə istəsən verəcək. Allahın xəzinəsi tükənər? Yox, nə istəsən verəcək. Duada ümidli olun ki, nə istəsən verəcək. Bir şərtlə ki, mövcud vəziyyətdən razı ola dua eləyim. Belə olsa daha yaxşıdır. Nəinki, bu nə həyatda Allah. Bir dərdimə dərman elə də olmadı ki, belə. Belə danışasan. Belə danışmamışdı axı, belə danışasan. Bir də var ki, deyəsən, mən razıyam, hər şeydən razıyam, amma istəyirəm daha yaxşı olsun. Onda nə istəsən verər. Biz hərdən səhv dua eləyirdik, ilahi, bunun sənin üçün nə çətinliyi var, bu bir dənə şeydir, bunu həll elə gedin. Bu duamı, bu kiçik bir istəkdir. Allah üçün nə böyük, nə kiçik. Bəyən başqaları Allah üçün çətindir, sənin bu hacətin asandır, xeyr. Bir nəfər bir lətifədir, deyirlər ki, lətifət də düzəldiblər, deyir ki, Allahdan dedi ki, mənə yaxşı bir ev verdi, mənə yaxşı bir maşın verdi, mənə filan qədər pul verdi, nə istədi verdi. Axırda dedi ki, ilahi, kim bundan sonra səndən az şey istəsə gözünü bas çıxart. Belə dedi. Deyib, bunu deyəndə öz gözü düşdü yerə. Öz gözü düşdü. Allah ona yəni onu çatdırdı ki, sən də az şey istədin. Az şey. Nə qədər çox istəyirsən istə, hər şey mənim əlimdədir. Oyundur qurmuşam ki, mənlə əlaqən möhkəmlənsin. Məsələ hacətdə deyil, o hacətin həlli bir saniyəlik işdir. Bir anlıq işdir. Mühüm olan budur ki, hacətlər əsas deyil. Mühüm olan sənin halındır. Mənə sənin halın lazımdır. Yoxsa ki, o hacətlərin yüzünü bir anın içində həll eləyərəm. Hansı çətinliyi var Allah üçün? İmam Həsən əleyhissalam buyurur ki, razı ol, ged Allahdan istə, Allah verəcək. İstisna hallar olur, məsləhət olmur, istisna hallardır. Bəzən biraz ləngidir, biraz gecikdirir, amma yenə də verir çox vaxt. Vermədiyi hallarda istisnalardır, bunu yaddan çıxartmayın. Bizim dualarımızın çoxu məsləhətə görə qəbul olmur, çoxu bizim qəlbimizin lazımı halda olmadığına görə qəbul olmur. Yoxsa çox dualarımız tez qəbul olardı. Çətinlik həyatın qaydası qanunudur, təsadüf deyil. Hədis deyim, sözümü bitirim. Əli əleyhissalam buyurur ki, bir-iki hədis deyəcəm, sözümü bitirəcəm. Buyurur, ər-rıza qayətu'd-din. Buyurur ki, riza, razılıq dinin qayəsidir. Qayə nədir? Yəni, dinin istəyi budur da, dinin məğzidir. Qayəsi Allahdan razı olmaqdır. Başqa hədisdə buyurur ki, rə'sut-ta'ati ər-rıza. Buyurur ki, itayətin rəs baş deməkdir, rəis. İtayətin əsası, başçısı, rəisi Allahdan razı olmaqdır. Mühüm olan itayət deyil, mühüm olan razılıqla itayət eləməkdir. İtayət razı halda olsun. Adam var, hər şey eləyir. Deyir, neynəmə orucluq gəldi. Deynə oruç tutur.
yayın istisindədir, cəmaat keyfdəmə, amma tutur. Oruç tutur. Səhər tezdən namaz qılır, gözünə o var, deyinə, məsələn. Bunu dilində deməsə də ürəyində olur bu hallar. Bəzimiz abır həyələri demirik, amma elə ürəyimizdə həmin haldır. Deyinə. Buyurur ki, bu itayətdən mühüm olan qəlbin razı olmasıdır. Gəldilər Şeyx Hacı İsmail Dulabiyə dedilər ki, bizi nəsiyyət edir. Dəstur eləməl istəyirlər də ariflərdən, yəni bir əməl öyrət bizə bir yerə çataq. Elə bilirlər ki, məsələn, o da deyəcək, get filan səhifə səccadədə filan duanı oxu. Belə başa düşürlər. O da bir cümlə dedi, dəstur eləməl istəyirsinizsə, gedin razı olun. Razı olun bir cümlə. Razı olun, hər işiniz düzələcək. Yaxşı işlərin özündən dəyərli, yaxşı işləri razılıqla icra eləməkdir. Yaxşı işdən mühüm budur. Namaz qılmaqdan mühüm, namazı razılıqla qılmaqdır. Oruç tutmaqdan mühüm, orucu razılıqla tutmaqdır. Ehsan eləməyin özündən mühüm, ehsanı razılıqla eləməkdir. Və bir hədis dediyim çox qorxuludur, sözümü yekunlaşdırım. Bu Allahın sözüdür, hədisi qudsidir. Buyurur, mən ləm yərzə bil qəza dəxələl kufr dinə. Buyurur ki, hər kim Allahın qəzasına razı olmasa, onun dininə küfür daxil olur yavaş-yavaş. Küfür yəni kafirlik. Yəni yavaş-yavaş artıq bunun imanı qarışır küfrə və ehtimal var Allah eləməsin ki, bu narazı ibadət eləsə, narazı yaşasa, axırda imansız ölsün. Axırda imansız ölsün. Sizdən xahişim budur, belə deyək, məsumların adından, Peyğəmbərin, Əhl-i Beytin adından xahişim budur ki, ibadətdən çox ibadəti razılıqla yerinə yetirməyə fikir verəsiniz. İtayətdən çox ona diqqət eləyəsiniz. Bir dənə də dua eləyinin bu cür dua eləməyə icazə verilir. Belə bir duanı da eləməyə icazə verilir. Belə dua eləyək ki, məsələn deyək, ilahi mən səndən razıyam, çətinliklərindən də razıyam, amma bəzi çətinliklər var ki, qorxuram, o çətinliklərlə məni üzləşdirsən, narazı qalaram, ona görə o problemləri məndən uzaq elə. Belə olsa eyb yoxdur. Mən səndən razıyam, amma bəzi problemlər var, tutumum azdır, özümü tanıyıram, düzəlməyim də çətindir. Özümü tanıyıram ki, bax, bu imtihanda qorxuram ki, narazı qalam, o imtihana məni çəkmə. Bu, zəif adamların da olsa duasıdır. Mən sizə bunu tövsiyə eləmirəm, özümə tövsiyə edirəm. Kim də özünü zəif sayırsa, belə dua eləyə bilər ki, ilahi, bütün çətinliklərə razıyam, amma bəzi sıxıntılar ola bilər ki, gücüm çatmaya, narazılıq yarana ürəyimdə. Odur ki, o sıxıntılara məni salma. Bu, duanın eləməyin eybi yoxdur. Amma ümumilikdə çətinliklərdən qaçmaq, çətinliksiz həyat arzulamaq yanlışdır. Həyatın qaydası çətinlik və sıxıntıdır. Bizim adımız nə qədər ki insandır, insan yəni çətinlik. Ona görə də hər çətinlikdə insan gərək Allahdan razı olsun. İnşallah gələn həftə qismət olsa, hələ bu mövzuda xeyli söhbətlər var ki, o barədə də danışarıq. Əuzu billahi minə